Hər vaxtınız xeyir olsun, hörmətli soydaşlarımız. Sizi mən Orta Asiyanın qonaqpərvər, gözəl bir məkanı Tacikistandan, Düşənbə şəhərindən salamlayıram. Nəzərinizə çatdırım ki, mənim bugün burada ezamiyyətim var. Səfərim ilk mənim burada inşa olunan bu böyük bir meçiddən. Çünki bir müsəlman olaraq bilirsiniz ki, hara getdim, mən birinci bir meçidə bir ziyarət eləməliyəm. Gördüğünüz kimi indi yavaş-yavaş hərəkət edirəm içəri. İnşallah meçidin imamın icazəsi alandan sonra verilişim içəridə davam eləyəcək. Dostlar, həqiqətən bu bəzən deyirlər Tacikistana gəlirsiniz. Rusiyada deyirlər Tacik belə, Tacik belə. Mən həqiqətən gözlərimlə gördüm ki, bu Tacikistan milləti o qədər qonaqpərvər, milli dəyərləri ilə zəngin olan bir xalqmış. Mənim həqiqətən məlumatım az idi, ancaq gəldim, gözümlə gördüm. Dubaya və başqa şəhərlərə getməyə ehtiyac yoxdur. Həqiqətən kim səyahət eləmək istəyirsə Düşənbəyə gəlsin. Burada nəmlik də çox aşağı səviyyədədir. Nəzərinizə çatdırım ki, burada dövlət dairələrində oldum. Hər yerdə sadə, istər nazirliklərində, istər parlamentdə o qədər sadə bir insanlardır ki, mən çox təəccübləndim, açıqsını deyim. Çox gözəl bir millət. Məni də burada müşahidə edən bir Əlişir qardaşım var. Sağ olsun. Öz gözəl qonaqpərvərliyi ilə bir daha sübut elədi ki, Tacik milləti gözəl bir millətdir. İndi o rus demişlər, semya bez urodov ne buvayet. Amma qonaqpərvərlikdə milli dəyərləri yüksək tutan şəhər də o qədər gelişir ki, mən vallah çox təəccübləndim. Fikir verirsinizmi meçidin həyətin? İndi icazə alıb meçidin içinə tərəf gedirik. Hardan da giriş? Откуда выход? Вход? Да. Вот главный вход. Главное, пойдем. Который Вот наш друг Алишер, который нас сопровождает. Алишер, спасибо и спасибо твоему племяннику. Очень много помогли нам. Вход откуда там? Вот это главный вход. Вот это, да? Это главный вход. Это большой зал. А большой зал можно войти это? Открыто полностью. Потому что yoldaşlar, bir baxa bilərsiniz meçidə. Görün nə qədər bunun sahəsi var. İndi imamdan icazə aldıq. Hər adamı bura buraxmırlar. Baxın. Belə bir meçid yəqin mən hələ görməmişəm. Baxın məsafəsinə. 100 metr eni, yok 100 metr uzunluğu, 70 metrdə bunun ərazisi var burada. Baxın, meçidə baxın. Belə bir meçidin tikilməyi nə deyim valla. Baxın. Meçidin eni ilə uzunu baxanda elə bir Lojnikada futbol meydançasından da belə böyükdür. Yuxarıda qadınlar üçündür. Baxın, haydi. Maşallah. Müsəlman ölkəsi. Belə bir meçidin tikilməyi, yəni analogu yoxdur yəni. Vallahi bir müsəlman kimi bura gəldim. Пара слов там. Сколько вот здесь помещается там? Это зал 18 тысяч. 18 тысяч, да? Да.
А еще второй этаж, еще он маленький зал есть внутри. Ага. Для пятигранной молитвы. 23 тысячи человек. И он на улицу 133 тысячи. Да. Да, спасибо, что вы разрешили нам исключительно da. Вот. Yoldaşlar bunu bugün çəkməklə qutaran deyil. Yəni maşallah olsun, halal olsun. А это люстра пятонный вес. Да, говорите. Это купла 50 метров высоту. Ага. Ковры тоже наша таджикская рукунку джам. Ага. Внутри мечеть 103 столбы есть вокруг внутри мечети. 109 двери из ореховых деревьев. 44 двери из ореховых деревьев внутри зал. И маленький зал есть. Ну да, ребята, спасибо. Это, я думаю, чудес, восьмой чудес мира. Без микрофона пока же столбы есть динамик американка GB. Без микрофона есть акустика. Еще расскажите там. Вот покажи. Столбы есть вот динамик, видишь динамик? А, Динам. Вот и Вот, здесь да. тоже. Без микрофона есть акустика без микрофона. А. Ну да. Allahu Ekber, Allahu Ekber. Dinamikasız imam burada azan çəkdi. Deməli bunun səsi hər yerdə yayılır. Gör, yüksək. Написать аят из Корана. Вот это, да? Внутри мечети есть полтора тысячи Коран. Paltara tişkarana. Покажи место, без Коран. Karana da. Полтора тысячи Коран. Ой, Внутри мечети. вот. Здесь, да? Вот полтора, Языком, да. да, полтора тишкарана, да. بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. Amin. Amin. Rahmet. Низкий поклон. Это просто. Görürsüz. Müşahidə edənlər də bizim ətrafımızdan əl çəkmirlər. O qədər qonaqpərvər ki, mən nə deyim valla. Bu Tacik milləti haqqında kim nə biz fikirdədirsə bu düzgündür. Bu bunların məscidi. Yəni belə götürsün. 18 min dedi də. Opşu həyəti ilə bir yerdə 130 min adam burada namaz qıla bilir. Məscidi tərk edirik. İndi imamla da halallaşaq. Rahmat. Да, спасибо вам за гостеприимство. Пожалуйста.